Bu məsələdə 4 rəqəmli ədədin yüzlük mərtəbəsini göstərən rəqəmi 3 vahid artırıb, onluq mərtəbəsini göstərən rəqəmi 2 vahid azaltsaq, ədəd nə qədər artar sualını soruşur. Deməli, əgər yüzlük mərtəbəsini 3 vahid artırırıqsa, deyək ki, hər hansı bir A ədədidir, 4 rəqəmli A ədədidir. Həmin ədədin yüzlük mərtəbəsini 3 vahid artıranda yüzlük olduğuna görə 300 vahid artır. Onluq mərtəbəsini 2 vahid azaldanda onluq olduğuna görə 20 vahid azalır. Onda olur A üstəgəl 280. Deməli, əvvəl ədədimiz A idi, dəyişir olur A üstəgəl 280. Onda doğru cavab olacaq C variantı. Ədəd 280 vahid artar.